Tamam dostlar, biz bugün sizinlə fen müsahibələri 2 ilə 7-ci sinifə baxacağıq. Çox uzatmadan hemen başlayaq. Hansı maddənin suda həll olması təzyiq artdıqca artır? Çay sodası deyil, çünki təzyiq artdıqca bu stabil qalır. Eynən B-da, D-da bunun kimi C-dir. Deməli, cavab C-dir. Amma bir şey bilsə ki, temperatur artdıqca qazların suda həll olması azalır və temperatur artdıqca bəkələrin suda həll olması artır. Sonra deyir 50 elektron var. 8. 8 vur 4 plus 2. Çünki mənfi 2-dir. Əgər müsbət olsaydı çıxış 2 olacaqdı. Yəni bunu da bilmiş olarsınız. 34. Deməli 16-dır. X bərabərdir 16. Yəni bu protondur. Elektron. Yəni X 16 ise 16'da proton var. Yani neytralsa yani X elə 16'dır. Müsbət 4 olduqda bu müsbət deyə çıxılır. 12 qalır. Deməli elektron sayı 18'dir. Xeyr, tadı azalmağından artıb. Proton sayı 16'dır. Bəli, əlbəttə. Güclülərdə də 32 olarsa neytron sayı indi biz bura baxsaq görərik ki, yəni neytron bərabərdir R çıxılsın proton. Yəni bu qaydanı da bilmiş olarsınız. Orada da 32'den 16 çıxanda 16'dır. Yəni bu da düzdür. Cevap 2-3. Deyir ki, hansı cədvəldən bax, X qarşılıqlı süzmü sular bu həll olursa, yəni bu süzmü sularının heç bir xeyri yoxdur. Yəni bu üstündən xətt çəkilir. Z su qarşılıqlı durultma üsulu ilə ayırmaq olar. Durultma üsulu ilə bu həll olur, özə mayedir. Həll olan maye, aha, burada verilir, ayrıcı qismlə ayrılır. Deməli, bu da getdi. Z su qarşılıqlı distilli suyla Z su qarşılıqlı distillədir, bərkdir. Əgər, yəni, maye də olsaydı götürəcək, çünki fraksiya distillər, yəni bu ola bilər. Z-ə baxırıq, xeyr, çünki bu həll olmuyor. Həll olmuyor deyə, axı biz həll olanları burada, yəni, qoy mən onun göz yarı şəklini çəkim. Baxın, belə kolba olur. Belə. Buradan qızdırılır. Sonra burada termometr olur. Buradan gəlir, burada kondensləşmə prosesi baş verir. Sonra buradan tökülür, buradan da başqa bir qaba. Bu səhv su olur. Yəni çox uzatdıq. Yəni burada cavab C-dir. Yəni düz seçmişik. Deyir ki, Hasan sualdır. Yəni o qədər də asan deyil. İndi o 8-i 4-ə vuram 32, üstünə nə mənfi 2-dir, çünki mənfidir, burada da mənfidir. Üstə gəldik. Deməli o da olur 32, 34, üstə gəlsin 2, çünki burada ikisimiz də var. Keçirik 6, Y7-dir, üstə gəlsin 8, 24, üstə 25. Bu da bizə verir. Bununla bunu toplayıram, eləyir 32, 66 plus 2 bərabərdir 82'ye. Onda x də bərabərdir 82'dən 66 sonra 16. Cavab D variantı. Keçək bura. 70 dərəcə x qoşqanı sularmaqla. Bax, biz birinci fikir veririk ki, biz bilmirik. Bu emulsiyalardır, suspenziyalar, homogen qarışıq. Biz bilirik ki, ancaq bax, təzyiq artdıqca bunun həll olması da artır. Deməli, bu homogen qarışıqdır. Yəni, homogen qarışıqdırsa, B ilə D getdi, qaldıq ana C. Əslində, fikirləşə bilərsiniz ki, burada A da olar, C də. Ancaq siz bir fikir verməlisiniz ki, bu təzyiq artdıqca, bu buxarlandırma üsulu almır. Məsələn, adi şəkər. İsti suda şəkər daha tez həll olur. Məsələn, 6 qaşıq. Soyuq suda isə daha gec həll olur. Məsələn, burada da soyuq suda 4 qaşıq həll olur. Ancaq mən şəkərli suyu ayırsam, indi burada spirt lampası olsun. Mən bunu ayırsam, burada 2 plus su var. Ancaq bu 2 düşəcək burada Y maddə salınacaq. Yəni X, yəni orada yeni maddə əmələ gəlir. Ona görə A-dır, keçək yol birinə. 50 elektron var, deməli X-i bilmirəm.
Yazıram 200 plus 4'ü 8'e vuram 32 35 bərabərdir 50 x bərabərdir 15 indi 200h 3'də 15 plus 3 o da 18 cevap A variantı. Keçək bura voy təmizlək buranı ha bir dəqiqə ha deyək ki suspenziya nədir? Suspenziya bərk mayedir. Bərk mayedə burada fikir versəz bu mayedir. Yəni bu getdir. Amma emulsiya olsa emulsiya olsa yoxşadır biraz. Aha. Emulsiya olsa amma biz bunu doğru götürəcəkdik. Emulsiya nədir? Suspenziya nədir? Heterogen qarışıq iki yerə alınır. Emulsiya, suspenziya. Emulsiya, suspenziya. Bunların fərqi nədir? Emulsiya maye plus mayedir. Suspenziya isə buradan yazıram. Bərk plus mayedir. Məsələn, adi yağ, su. Bu sıxlıq fərqindən asıllanır. Yağın sıxlığı az olduğundan suyun üstündə qalır. Məsələn, neft, su. Yəni neftin benzin də ola bilər və s. Çünki neftin törəmələri də ola bilər. Yəni nefti qızdırdıqda müəyyən elementlər alınır, yəni başqa maddə alınır. Neft su, neftin sıxlığı sudan azdır deyə yenə üstdə qalır. Yəni suspenziya ayrımına verək. Qum, su. Qumla su gözlə görünür. Bəli. Bu emulsiya da aiddir, suspenziyadır. Heterogen gözlə görünə biləndir. Homogen gözlə görünə bilməyəndir. Məsələn, şəkər su və s. Və qum su, gil su. Çünki qum bərkdir, su mayedir. Gil bərkdir, su mayedir. Yəni bunu da bilmiş oldunuz. Əgər başa düşmədinizsə, bir də başdan baxa bilərsiniz. Deməli, bir getdi, ayrı zıqıfdır, düzdür. Süzmə suludur, səhvdir. Süzmə sulu belə burada stəkan olur. Stəkan. Burada da süzmə kağızı olur. Süzmə kağızı. Burada da süzülmək istəyən maddə olur. Burada da su alınır. Yəni və ya başqa bir maddə, yəni saf halı alınır. Yəni ayrılmış halı. Deməli, ikinci seçdik. Birində həll olan maye. Xeyr. Biz dedik ki, həll olmayan. Çünki həll olsaydı burada x plus y olardı. Ancaq burada bu x olsa bu y olacaq. Çünki burada sıxlıq fərqindən əsaslanır. Yəni 2x y. X-in sıxlığı y-dən çox olsa x aşağıda y yuxarıda. Y-in sıxlığı x-dən çox olsa y aşağıda x yuxarıda. Və ya x y olmasa başqa bir maddə. Yəni z, a və s. Ayrılma üsulu maddenin sıxlıq fərqinə bəli. Bunu da demiş olduk. Cevap 2-5. Keçək o birinə. Deməli də anı burada yoxdur. Hə, əgər bu B-dirsə yəqin ki bu A-dır. Və ya sizə A plus B verərdi. Neytronla da proton cəmi elə 27-dir. Amma bizə A-nı müəyyən edildir. Bu nömrənin rəngini dəyişim. Onu da mən belə yazaram. Elektro X-dir, müsbət 3-dür. 3% azalıb. Y. Onu da belə yazım. Y plus 3 bu da 10'dur. Onda bu 10'dursa bir bu yo mən əslində səhv yazdım. Bu da plus 3 olmalıydı. Çünki bu müsbətdirsə azalıb. Deməli bu 10'dursa bununla da bunun arasında 3 fərq varsa elə burada 13 olacaq. Burada proton sayıda bizə B ilə əvəz olunur. Yəni B də 13'dür. Neytron sayı R bərabərdir. Proton plus neytron elə proton 13, neytron 2, 27. X buradan 14'e bərabərdir. Elə neytron 14. Sonra gəlin buna baxaq. Deyəcəm izotopdur. İzotop nədir? İzoton nədir? İzoelektron, izobar. İzotop proton sayıları, ton neytron sayıları, elektron sayıları. R da bu A da verə bilər bəzi kitablarda, amma yəni R izobar məncə R daha yaxşı olar, amma yəni R da verəndə birinci elə işli ədədidir.
İndi gəlin, siz əsas proton və neutron sayları eyni olan, yəni izotop, izoton. Yəni bunları gələcəkdə keçəcəksiniz, amma bunların özünə aid nələri var? Qaydaları var. Proton saylarında kimyəvi xassələr eyni olur. Fiziklər, yəni quşqoram ki, eyni olur, amma fiziklər fərqli olur. Amma neutron, yəni izotonda kimyəvilər fərqli olur, fiziklər eyni olur. Bunu da bilmiş oldunuz. Keçək indi bura. İndi bu 16 olur, bu 8 olur, bu 20 olur, bu da 16. 16'nın 16 2t, xt varsa B variantı keçək bura. Burada bir dənə C var, ona görə C, onda burada H olacaq. Onda CH3 olacaq. CH3. Yəni bu variant getdi. İndi bu variantdayam. SO. Onda SO3 olacaq. İndi siz deyə bilərsiniz, niyə məsələn bura O yazıb, bura S yazmadınız? O SO3 olardı da. Elə bir O S3 olardı. O S3 olardı. Bunu niyə yazmadınız? Çünki tək olan həmişə təkli ifadə olunur. NH3-ə baxaq. NH3-ə baxaq. Bir də H2-ya. NH3-də N buradır, H buradır. H. İndi burada NH3. Elə özünü alıq. Burada C variantını bunu da yoxlayaq. Yəni indi bunu yoxlayaq görək bəlkə, yəni səhvlik ola bilər. İndi burada O'dur. İndi O burada olsa, H da burada olsa, O H3 olur. O H3. Ya da H3 O olur. Yəni məncə O H3'dür. H3. İndi yəni burada cavab C variantı oldu. Kimyəvi birləşmə göstərin. Gəlin bunlar haqqında informasiya verək. Kimyəvi birləşmə nədir? Kimyəvi element nədir? Kimyəvi birləşmə təkmilən azı 2 olur. Məsələn, NO qazı, bunu inşallah reaksiyada keçəcəyik və ildırımın çaxma reaksiyadır. Sonra məsələn NH4OH və s. Kimyəvi element isə bir maddə. Məsələn, CO, bir də 2 və daha artıq eyni maddədən. Məsələn, S8. Nədir? Kimyəvi birləşmə 1 getdi, 2 getdi, 3-dür, 4-dür, 5 getdi, 6-dır. 3, 4, 6 desiniz. Hə, D variantı. Elə bildim, nəsə səhv yazdıq. Keçək 12-yə. Bax, burada nədir? Burada eləcə F-dır. Yəni, yoxsa burada S-dir. Hə, burada S-dir. F heç qanun tərkibidir. Yəni, bu deyil. Burada A-dır. S, yəni küçük çatışmayanda qanun tərkibi. Yəni, burada küçük çatışmayanda dərin və saçlar belə pis hava düşürdü. Dəmirdə qan azlığı, xlor heç yoxdur, natriumda yoxdur. Yəni, bəlkə var, amma yəni, bizim dərslikdə yoxdur. Yəni, bəlkə də çıxarılıb, əvvəl var idi. Yəni, bilmək olmaz. Yəni, A-dır. Keyfiyyət tərkibi eyni olan. Gəlin danışaq. Keyfiyyət, bir də nə idi onun adı? Kəmiyyət. Keyfiyyət tərkibi eyni olan o deməkdir ki, məsələn, elə qoy kəmiyyəti izah edin, bunun üstlərində keyfiyyəti izah edin. Kəmiyyət tərkibi eyni olan CO2, məsələn, NO2. Burada atom sayıları bərabərdirsə demək, bunun kəmiyyəti eynidir. Keyfiyyət odur ki, bunun üzərində aseton, bunun üstünə, C3H6O. Sonra çay sodası NH4OH. NH4OH. Yox, səhv yazdım. Natrium HCO3. Etil spirti C2H5OH. Sonra nəşrəti NH4OH. Şəkər C12H22O11. Deməli, şəkərdir.
etil spirtidir, bir də asetondur. İndi bunlara baxaq. Aseton, etil spirti, şəkər. 1,3,5. Aha, B. Özə şansdan təhlər olub. Yəni bu təhlər olmaya da bilərdi. Nəsə mənim 1,3,5 olur, rəqəmim olur. Doğru deyil. Deməli, karbon, monooksid. Monooksid. Bax, diazot, di. Monooksid. Bu düzdür. İki düzdür. Karbon oksid olmalıydı. Ya da dioksid olmalıydı. Monoksid səhvdir. Onda CO2 qazı oldu. Diazot, 2 azot, petrooksid. Petra 5 deməkdir. Onda 5 oksigen. Bu da düzdür. Yəni hələ düzdür. Yəni 2 də düzdür. Küt dioksidi 2-dir. Amma burada 3 verilib. Ona görə bu səhvdir. Yəni monoksid 1-də, amma orada CO2 olardı. Ona görə 1, 4 variant C variantı. Ümid edirəm ki, məni rahat anlaya bilirsiniz. Həmən uzatmadan keçək o birinə. Doğrudur. Suda hal olan 5 maddə. 5 maddə deyil. Görürsünüz, belə gəlir. Və bu mayedir. Maye nədir? Dedim. Yəni bunu özünüz kimi şərhlərdə yaza bilərsiniz. Bir də kanala abunə olub like atmağı da unutmayın. Əgər bu 5 maddə olsaydı, burada belə bir şey alınardı. Amma burada belədir deyə, həm də bəlkə olsaydı, məsələn, nöqtə olardı, belə olardı və sair olardı. Bu heterogen qarışıqdır. Suda hal olan 5 maddə qarışıqdır. Səhvdir. Buxarlandırma sulu ilə ayrılır. Xeyr, süzmüş sulu ilə ayrılır. Buxarlandırma sulu duzu sudan ayırmaqdır. İnşallah onu da başqa dərslərdə keçəcəm. Suda hal olmayan maneələrin qarışıqlığı əlbəttə ki, distilli sulardır. Xeyr, ayrıcı qılf ilə ayrılır. Ümid edirəm, başa düşdünüz. Deməli, 25-ə qədərdir. Deyək ki, verilmiş qarışıqlar hansı suspenziyadır? Suspenziya nədir? Emulsiya olsaydı maye. Suspenziya deyir ki, 5 maye. Təbaşir su, neft su emulsiyadır, benzin su emulsiyadır, qum su. 1, 3. Gördünüz, bax 1, 3, 5 idi. İndi də 1, 3. Deyirəm də, bunlar mənim şəxsi rəqəmimdir. Deyək ki, 17. Ayırmaq olar, fiziki. Amonyak, NH3. Bu reaksiya gedib deyə bunu kimyəvi sulla ayırmaq olar. Sonra quru-buz. Quru-buz sublimasiyasıdır. Etil spirti C2H5 OH. Bu yenə reaksiya girdi. Yenə bunu deyim ki, yəni sonra birdən şərhlərdə yazarsınız ki, demədi, yəni öz-özünə fikirləşərik. Quru-buz sublimasiyadır. Yəni bərkdən keçir qaz halına. Yəni bunu da yadınızda saxlayın. Bu da hava olacaq. Çünki elə havanı qızdırdıqda biraz saçma gələ bilər, amma yəni bu özüdür də, yəni kitab belə verir, o müxtəlif azota mı ayrı. Bir də 78% havada azotdur, 21% oksigendir, 1% da qaz qarışığıdır. Kim desə ki, ən çox havada karbon var, yəni səhvdir. Ən çox azot, ikinci yerdə də oksigen. Bir də 1% qaz buxarı. Yəni qaz buxarının sırasını əzbərləməsiniz də olar. Yəni birinci azot, yəni birinci helium qazı gəlir, sonra onu əzbərləməsiniz də olar. Deyir ki, buna görə hansı ifadə doğrudur? X, Y qarışığını, deyir X, Y bir-birində hal olur. Elə budur. X, Y qarışıq durultma nə əlaqə? Yəni, bax, qızdırma deyəsən, buxarlandırma, deyərəm, hə, durultma da olmaz da. Yəni, bu homogendir. Yəni, bu getdi. Sıqlığı Z X-dən. Yox, Z axtadı deyə, Z-in sıxlığı X-dən böyükdür. Peki, Z... Xeyr, Z, bir dəqiqə.
Deməli Z Y-dən böyük olsaydı Z Y alınardı. O biraz qarışıq oldu. Yəni Z belə olardı. Yəni Z aşağıda Y üstə olardı. Yəni Y böyükdür Z-dən. Keçək 19-a. Deyək ki, boşxana etil spirtin aşağıda etil spirti C2H5OH Naşartın spirti NH4OH. Bax, tərkibində eyni sayda oksigen var. Hər ikisində bir dənə var. Yəni oradan buradan başladım. Yəni bunu da üzrü sayarsınız. 3 düzdür. Tərkibində eyni sayda karbon var. Heç burada karbon yoxdur, şurasıdır. Bu getdi, yəni 4 getdi. Yəni iqtisar üsulu da sizə yaxşı gələ bilər. Xarakterik iya malikdir. Burada keyfiyyət tərkibi eynidir. Keyfiyyət. Bu səhvdir. Çünki məsələn azot birində var, birində yoxdur. Ona görə tivdə istifadə olunur. Bəli, hər ikisi üçün ola bilər. 2, 3 xarakterik iya malikdir. Bəli. Adi sizə bunu da deyim. Yəni yadınızda saxlayın. NH4 OH parçalanır. NH3 plus H2O. Burada H-lar birləşir və yəni reaksiya daxil olur. Orada da yəni bayılmış insanlara ayırtmaq üçün istifadə olunurlar. Yəni burada oldu 2, 3, 5. Aşağıdakı elektrik səviyyəni keçirir. Burada qrafitli istisnalar var idi. Bax, birinci silisyum idi. Silisyum. Yəni bərk silisyum. Yod idi. J. Bir də qrafit idi. Yəni qrafit də karbon yazır. Çünki karbonun allotropiyasıdır. Yəni allotropiyanın da yəni dərsi gəlməsi sizə şərhlərdə yaza bilərsiniz. Bunlar metal deyil, amma metal parçasına malik olan qeyri-metallardır. Amma biz dedik ki, qeyri-metalların öz xarakteri var, metalların öz xarakteri var. İndi bəziləriniz deyə bilərsiniz ki, yəni sən səhv deyirsən, amma biz dedik istisnalar qaydanı pozur. Əlbəttə ki, xeyr pozmur. Bir də qrafit ki, karbon yazıram. Elektrik deyil, yəni metal deyil, amma elektriki keçirən bir qeyri-metal deyən qrafit. Özü bura baxın, bax qazlar nə əlaqə? Yenə biraz qeyri-metaldan verdisən, yəni adam bir çaşar. İndi heç çaşmanın özü belə cinayətdir. Tritium hidrogenin izotopudur. H1-in 1-ə, H2-nin 1-ə, H3-ün 1-ə. Tritium H3-ün 1-ədir. Yəni bizə H3-ü 1-ə lazımdır. Bunun neytron sayı indi bizə deuterium, yəni tritium budur. Yəni deuteriumda H2-nin 1-ə. Burada neytron 2-dir, burada da 1-dir. Yəni bunun neytron nətər alınmasını dedim. Əgər yadınızdan çıxdısa, R bərabərdir. Az kim oxunur? R bərabərdir proton plus neytron. Deməli, R bərabərdir proton plus neytron. Neytron bərabərdir R. Bu bizə keçir, çıxılsın proton. Yəni bu mənfi olur, bu üzə keçəndə bu müsbət olur, bu da mənfi. Mənfiyə də hər ikisini böləndə eləyir neytron bərabərdir mənfidir, müsbət olur R. Bu da müsbətdir, mənfi olur proton. İndi onu da edəndə H1-in 1-ə, H2-nin 1-ə, H3-ün 1-ə. H protium, deuterium, tritium. Bax, bunu belə. Bax, D ikiliyini bildirir. Sonra tri
3'dür də. Yəni ingilis dilində 3. Bunu belə yadınızda. D də bax, deyir dioksid. Və hidrogen dioksid. Yəni H2O2. Yəni yəni bunda yəni hidrogen dioksid deyəndə H2 yox, HO2 yəni H2O2 nəzərdə tutulur. Neçə vahid çoxdur. Burada məncə burada 0 ola bilməz, 3 ola bilməz. Yəni burada 1 küçük, yəni 1-dirsə, yəni burada variant adi, yəni 1 deyilsə variant yoxdur. Deyək ki, H 2 mənfi. İzotopunda proton, neytron, elektron sayıları cəmi. İndi neytron bax, əgər bizə proton sayı neytron sayına bərabər bu verməsəydi biz tapa bilməzdik. Yəni düz deyirəm. Yəni tapa bilməz. X mənfi 2. Y bu da Y-dir. Buna bu 2 Y-dir. Bu da Y plus 2'dir. İndi bunları toplayıram. Y plus Y plus Y plus 2. 3 Y plus 2 bərabərdir 50'yə. 2 sağa keçir. 3 Y bərabərdir 48'ə. Hər tərəfi 3'ə bölürəm. Y bərabərdir 16'ya. Şular ədədini müəyyən edin. Deməli, X, Y, Y, 2Y, Y, mənfi 2, yəni mənfi 2 oldu, 2 mənfi oldu. Məncə o qədər də əhəmiyyət daşımır. Əsas düz hesablamaqdır. Burada da Y çıxılsın 2'dir. Əgər bizə elektronsa desə, bu 16'dır da, bu 14 olacaq. Əgər protonla neytron desə 16 olacaq. Elə siz 16, üstəgəlsin 16 bərabər də 32-də hesablaya bilərsiniz. Bu da burada Y-in yerində olaraq proton hesablaya bilər. İyonun yükü dedikdə mənfi 2 nəzərdə tutulur. Ümidvaram bunu da bilirdiniz. Cavab A variantıdır. Keçdik son suallara. Deyir ki, elektron sayılar bərabər hə, asan sualdır məncə. Yəni bunu oxşar elədik. İndi baxın yenə 4'ü 8'i 4'ə vururam. Neçə edir? 32. 32'dən 2 çıxıram 34. Bu da 16'dır. 16. Neçə edir? 50. Deməli, bura yazıram 50. Biraz yük oldu. İndi bura yazıram 50. 50. İndi 50'dirsə o 8'i də 35. Hə. Bax burada burada bu çıxar kimi oxunur, amma 3 müsbətdir. Onda bu nədir? Yəqin plus 1 yazmaq istəyiblər. Hə, bax bu mənfi dalda yazılır. Yəqin ki, bu da mənfidir. Yenə də edək. Burada 50 almışdıq. İndi qoyaq ora eləyir. Burada 15 alınacaq. Yenə də gəlin hesablayaq. Deməli 8 qoyanda 32, 35 plus x bərabərdir 50. İndi x də bərabərdir 50 çıxılsın 35. X də bərabərdir 15. Bunu da bilmiş oldunuz. Məncə o qədər də çətin sual deyildi. Hə. Əgər bizə bu atom deyir də, yəni amma məsələn burada 15'dirsə belə elektron sayısı 15'dir çünki burası yükü 0'dır. Amma bizə desə məsələn mənfi x olsa mənfi x 15 plus mənfi x olacaq. Yəni 15 plus 2 çünki burada mənfidirsə artır. Yəni belə deyim də bu mənfi olanda gəlsiz. Yəni mənfi müsbət. Buna müsbət olanda nə çıxırsınız? Bunu da bilmiş oldunuz. Yəni burada da müsbət x olsa 15 çıxılsın x. Yerinə qoyub yazardınız. Amma neytral olduqda 15. Bura 15 olur. Yəni buranın yükü 0 olur. CO1 salam. Dəyişməsi var. Karbon. Karbonun allotropik dəyişməsi var. Almaz. Qneys. Yox, almaz. Qrafit. Bax, almaz. Almaz. Olmaz. Bərk halda
dözümlü, yəni qırılmaya dözümlü, istiliyə də dözümlü, elektrik cərəyan keçirməyən bir karbonatropik şəkil dəyişmədir. Bir də almazın cilalanmış forması brilyant adlanır. Yəni bunu da bilərsiniz. Yəni brilyant bəzən qabağıma çıxmışdı. Brilyant deyir nədən təşkil olunur? Brilyant elə almaz deməkdir. Almaz da karbondur. Cavab elə brilyant da karbon deməkdir. Yəni bunu da bilsəz yaxşı olar. İndi keçək deyir ki, element bir də qrafit. Qrafit o qələmlərin içində qrafit olur. Elektrik cərəyan keçirir. Bəzən YouTube-da bəlkə qabağınıza çıxır. Lampa yananda o süd lampa deyirlər. Onu həmin yeri qrafitlərlə, indi bilmirəm nə dərəcədə düzdür. Yəni mən yoxlamamışam. Amma yəni siz evdə yoxlayıb şərhlərə qeyd edə bilərsiniz. Mən də sevinərəm. Bu kövrəkdir. Yəni buranın istilik demək olar ki, keçilmir. Sonra elektriki keçirir metallar kimi. Yəni karbonun allotropik şəkildəşməsi olan qrafit metal deyil. Amma qeyri metallar kimi elektriki keçirir. Özü demək olar ki, yaxşı keçirir. Sonra yəni dediyim kimi onu şərhlərə yazıb desəz mənə də xoş olar. Keçək 25-ci suala. Hansı ayrımlı üsulun maddələrin sıxlıq fərqinə əsaslanır? Əlbəttə ki, durultma olacaq. Bax, buxarlandırma sıxlıq fərqinə əsaslanır. Məsələn, duz, su. Məsələn, adi distillədə, yəni sadə və fraksiya, hər ikisi ortaqdır. Adi distillədə qoysuz, yəni orada da buxarlandırma olur. Amma onlar homogendir. Homogen də qarşılıqdır. Məsələn, belə 2 çıxılsın Y. Yəni bu belədir, yəni plus da ola bilər. Yəni fərqi yoxdur. Yəni eyni mənanı verir. Yəni burada durultmadır. Distillədə, yəni distillədə onsuz da yəni burada X çıxılsın Y-dir. Yəni plus da olar. Yəni dediyim kimi fərqi yoxdur. Yəni buradakı xrotomografiyada heç nə buxarlandırma, nə, yəni heç nədən istifadə olunmur. Beləliklə 25-ci sualı da qurtardıq. Yəni bunu da bitdi. İnşallah yəni anlamışsınız. Anlamasanız da təkrar baxaraq bir də anlaya bilərsiniz. Əgər anlamadınızsa yorumlara yazın. Mən o bölməni bir də izah edə bilərəm. Yəni uğurlar, yəqin ki elələriniz var, ikinci tura hazırlaşırsınız. Bunlar ikinci tura düşə bilər. Sağ olun, salamat qalın. Bol şans.